Gümüş gürzələrdən ən geniş yayılmış və təhlükəsi olan nəhəng gürzədir. Eyni zamanda Livan gürzəsi, Levant gürzəsi olaraq da bilinir. Demək olar Azərbaycanın hər yerində var. Dağlıq ərazilər xaric və Lənkəran düzənliyi xaric. Sonrakı növ isə qalxan sifət adlanan növdür ki, bu da Lənkəran düzənliyində əsasən yayılıb. Bir növ nəhəng gürzələrin olmadığı yerlərdə onu əvəz edən növdür. Bundan sonra Raddə dağ gürzəsi var ki, yalnız Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində rast gəlinir və qırmızı kitabda olan növdür. Sonuncu gürzə növümüz isə Şərq çöl gürzəsi adlanır və onun Azərbaycanda müxtəlif populyasiyaları var. Gəlin bu populyasiyalara bir baxaq. Bunlardan biri Şamaxı populyasiyasıdır, yəni Şamaxı yarım növü bu. Şəkidən başlayaraq Şamaxıya qədər olan ərazidə yayılıb. Sonra Lotiyev yarım növü var ki, bu Böyük Qafqazın digər yamacında Quba Xaçmaz arasında xüsusən Xınalıq ətrafında yayılmış yarım növdür. O da qırmızı kitabdadır. Sonra İrəvan yarım növ və ya İrəvan gürzəsi deyə biləcəyimiz Şərq çöl gürzəsi adından göründüyü kimi əsasən Ermənistanda və yalnız Azərbaycanda Qarabağda və Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Sonra isə Talış yarım növ var ki, bu da öz görünüşünə görə İrəvan gürzəsinə bənzəyir, lakin adından da göründüyü kimi Talış dağlarında, xüsusən Zumand ərazisində çox kiçik bir ərazidə yayılış göstərir. Və bu növün zəhəri olduqca təhlükəli deyil ümumiyyətlə Şərq gürzələrinin. Və bir növ də var ki, Dilnik gürzəsi adlanır. Bu xəritədən görə biləcəyiniz kimi əsasən Böyük Qafqazda Gürcüstan arasında yayılıb, lakin Azərbaycanın Gürcüstanla sərhəd olan bölgələrində, yəni Zaqatala arasında olması ehtimal olunur. Hələ ki ölkəmizdə bu ilanın mövcudluğu təsdiqlənməyib, amma yenə də bu siyahıya əlavə olunub ki, yəni coğrafi yayılımına görə Azərbaycanda ola biləcək bir İran növüdür. Sonda isə qısaca gürzələr barədə bir şey də demək istəyirəm ki, görə biləcəyiniz kimi gürzələrin əksəriyyəti nadirdir, çox geniş ərazilərdə yayılmayıb. Yalnız nəhəng gürzə, yəni makroviptera var, geniş yayılıb və təhlükəli ola bilər. Onlar da öz quyruqlarının qısa olmasına, başının formasına və göz bəvəyinə görə seçilir. Buradan da görə biləcəyiniz kimi